Sahibim Pakistandandır. Vosim Vayja. Pakistanın məskunlaşma və mənzil təsərrüfatı işləri üzrə Nazirliyinin baş icraçı direktoru. Mr. Başman, Cənab Başman, welcome to our bizim country. ölkəmizə xoş gəlmişsiniz. Minnətdaram. Gəlin biraz bu forum barədə danışaq. Azərbaycanda ilk səfərinizdir, səhv etmirəmsə. Bəli, həqiqətən belədir. Təəssüratlarınız çox gözəl, çox müsbət təəssüratlar. Bu forumla bağlı təəssüratlarınız, gözləntiləriniz nədir? Belə ki, sizin işiniz dolayı deyil, bilavasitə əlaqəlidir. Mənzil təsərrüfatı, yaşayış təsərrüfatı ilə bağlı. Bizim üçün olduqca vacibdir. Mən özüm, deməli, şəhər salma sahəsində, planlaşdırma əsasında mütəxəssisəm. Eyni zamanda bütün siyasi işlərlə, bu siyasi proqramların hazırlanması üzərində istəyirəm. Milli mənzil təsərrüfatı siyasəti ilə bağlı üzərimizə düşən işi icra etmiş. İndi biz şirkətimizdə bütün infrastruktur işləri həyata keçirəcək. Çünki istənilən mənzil təsərrüfatının inkişafında mükəmməl, yaxşı infrastruktur, stabil infrastruktur olmalıdır. Ona görə ki, bizim gördüyümüz işlərə gəldikdə, məsələn, hökumətin ayırdığı vəsait fondlarla biz deyək ki, çox mükəmməl və yaxud da ki, onlar üçün münasib infrastruktur layihələrini həyata keçiririk. Bildiyimiz kimi, Pakistanda da evsizlik problemi mövcuddur. İlk öncə, necə təsvir edərdiniz Pakistandakı evsizlik problemi və həll yolları ilə bağlı fikirlərinizi eşitmək bizə maraqlıdır. Çox mühüm bir məsələyə toxundunuz. Belə ki, VUF 13 əsas məqsədi də adekvat, hamı üçün yaşayış yerlərini təmin etməkdir. Pakistanda isə bəli, 10 milyona yaxın ev mənzil çatışmamazlığı var. Amma evsizlik tərifini versək və təbii ki, daha əsas məsələ daha standart yaşayış yerləri ilə bağlı ciddi çatışmamazlıqlar var. Ona görə də biz maraqlı bir proqrama başlamışıq. Əvvəllər də hökumət çərçivəsində bu işləri həyata keçirir və əyalət səviyyəsində, regional səviyyədə hökumət, Puncab hökuməti xüsusilə də onların mənzil təsərrüfatı təchizatı, öz evin, öz damın bir şüarı altında belə bir maraqlı proqram, sosial proqramlara başlayıblar. Bu yaxın təxminən 100 minə yaxın mənzil son bir il ərzində artıq tikilib və gələcəkdə daha çox mənzil və yaşayış yerlərinin tikilməsi planlaşdırılır. Az təminatlı ailələr üçün nəzərdə tutulub. Yəni ümumiyyətlə mənzil ala bilməyənlər üçün nəzərdə tutulub. Digər bizim maraqlı mexanizmlər və xüsusi subsidiya sistemi ilə də biz orta gəlirli insanlara da müəyyən maliyyə vəsaiti ilə subsidiya əsasında ev, mənzil satın ala bilirlər. Mənzillər çatışmamazlığı qlobal bir fenomendir və deyərdim ki, Bakı məhz bu müzakirələrin aktuallığı üçün ən mühüm bariz nümunə şəhərlərdən biridir. Bəli, Bakıda görülən son 15 il ərzində yenidən qurma işlərinə baxımda. Əvvəllər bəli, plansız mənzillər, yaşayış yerləri var isə, indi isə indiki Azərbaycan Bakıya baxdıqda, bəli, Azərbaycan bir xəyallar ölkəsidir deyərdim ki, sözün həqiqi mənasında səmimi olsaq. Çünki Bakının carindəki modelini biz özümüz də təkrarlaya bilərik. Ona görə bura gəlmişik. Azərbaycan, yəni paytaxtı Bakı, Karachidə, Lahorda da Bakı nümunələrini nümunə olaraq götürüb öz ölkəmizdə də tətbiq edə bilərik. Necə ki, sizin öz şəhər nəqliyyat sistemini olduqca mükəmməldir. Sizdə binalar, nəqliyyat, infrastruktur qovşağı çox mükəmməl inkişaf edir. Bunlar konseptual şəkildə artıq Bakının praktiki tətbiq etdiyi işlərdir. Digər ölkələrə də nümunə ola bilərsiniz. Bəli, həqiqətən də bu çox mühüm məqamlardır. Keçən il mən Pakistana ziyarət etmişdim. Xüsusilə Pəncabda biz Azərbaycan televiziyasının sənədi film çəkirdik. Lahor çox gözəl bir şəhərdir. Amma Lahorun ətraf yerlərində çox saylı problemləri gördük. Yəni, urbanizasiya cəhətindən problemlər çox idi. Sizin fikrinizcə, Lahor ətrafındakı əyalətlərdə, kəndlərdə, qəsəbələrdə nələr baş verir? İnkişaf gedirmi? Çox maraqlı müşahidədir. Hər dəfə hakimiyyətə gələn qurumlar, hakimiyyət hər zaman Lahor üçün çox işlər görür. Nəqliyyatı təkmilləşdirir. Eyni zamanda artıq abadlıq işləri görür. Amma cari hökumət, bizim prezident
sadəcə Lahora diqqət ayırmır, digər proqramlarla da kiçik qəsəbə və şəhərlərə də xüsusi diqqət yetirir. Sadəcə şəhər yerlərinə deyil, belə ki, xüsusiyyətlə planlaşdırma qurumu yaradılıb ki, orada bütün Püncab əhatə olunacaq. Və mən belə düşünürəm ki, çox işlər təkmilləşir. Bu yeganə həll yoludur. Mütləq bir yeni şəhərlər salınmalıdır, yeni işlər görülməlidir ki, kənd yerlərindən böyük şəhərlərə köçün qarşısı alınsın. Çünki böyük yük təzyiq yaradır böyük şəhərlərdə. Bizim prezident bunu qətiyyətlə dəfələrlə vurğulayıb. Bəlkə indi getsəz, görəcəksiniz ki, kənd qəsəbələr Lahore ətrafında inkişaf edir. Lahore ətrafında şəhərlərin necə transformasiya olduğu şahidə olacaqsınız. Təşəkkür edirəm, minnətdarım. Thank you very much. Thank you. So nice of you. Xatırladım ki, müsahibim Vasim Bajva idi. O, Pakistanın Məskunlaşma və Mənzil Təsərrüfatı İşləri üzrə Nazirliyinin baş icraçı direktoru.